Salam əziz abituriyentlər. Bugün biz Cəlil Məmmədquluzadənin Anamın kitabı əsəri haqqında öyrənəcəyik. Əsər 1920-ci ildə yazılıb, tragikomediya janrındadır. Əsər ideyaca zəngin bir əsərdir. Belə ki, xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, öz soykökündən ayrı düşmənin acınacaqlı nəticələri, milli birlik, milli müstəqilliyin vacib olması məsələləri əsərin ideyasını təşkil edir. Əsərdə bir ailə bütövlükdə cəmiyyətin rəmzi kimi götürülüb. Ailədə qardaşlar arasında gedən konflikt bütövlükdə Azərbaycan cəmiyyətində baş verən proseslərdir. 20-ci əsrin əvvəllərində Azərbaycanda mövcud olan sosial qruplar, mənafe və əqidələr əsərdə öz əksini tapmışdır. Qardaşların əsas faciəsi öz soyköklərindən ayrı düşməsi və vətən naminə birləşə bilməməsidir. Qardaşlar üçün ana, vətən kimi müqəddəs varlıqlar öz mənasını itirmişdir. Qardaşlar hərəsi bir ölkədə təhsil alıb. Belə ki, Rüstəm bəy Rusiyada, Mirzə Məhəmmədəli İranda, Səməd Vahid isə Türkiyədə təhsil alıb. Qardaşlar hansı ölkədə təhsil alıblarsa, o ölkənin mənafeyinə uyğun əqidə ilə vətənə dönüblər. Bu qardaşların ortaq cəhətidir. Onların fərqli cəhətləri də var. Belə ki, Rüstəm bəy xaricən, zahirən təmkinli, demokrat təsiri bağışlasa da, əsərin irəliləyən dəqiqələrində bunun aldadıcı olduğu dərhal ortaya çıxır. Mirzə Məhəmmədəli qatı mühafizəkarlığı və kobudluğu ilə seçilir. Səməd Vahid isə zahirən həlim təbiətli təsiri bağışlasa da, yersiz inadkarlığına görə digər qardaşlarından heç də geridə qalmır. Belə ki, qardaşlarla bərabər Gülbahar bacı da təhsillidir, müsəlmanca təhsil alıb, onu da qeyd edim. Və əsər 4 məclisdən ibarətdir. Obrazlar haqqında məlumat əsərin bədii müqəddiməsini təşkil edir. Birinci məclisdə elə obrazlar haqqında ətraflı məlumat almaq mümkündür. İkinci məclisdə əsərin ideyasını müəyyən etmək mümkündür. Üçüncü məclis əsərin kulminasiya zirvə nöqtəsini təşkil edir. Dördüncü məclisdə isə artıq qardaşlar özləri öz dilləri ilə etiraf edirlər ki, onların yolları heç vaxt birləşə bilməz. Bundan başqa əsər Üç qardaşın komediyası, Gülbaharın dramı və Zəhrabəyim ananın faciəsidir. Əsərdə Gülbaharın bir rəmzi sualı vardır ki, niyə hər kəs bir tərəfə gedir, niyə hər kəs eyni yerə getmir? Bu sualı ikinci Hambala verir əsərdə. Hambal isə sualın rəmzi mənasını başa düşmür və adi cavab verir ki, yəqin ki, hər kəsin bir işi var ki, hər kəs bir tərəfə gedir. Bundan başqa əsərdə gəlin məclislər haqqında məlumat alaq. İndi isə gəlin birinci məclisin məzmununa baxaq. Belə ki, birinci məclis hər üç qardaşın, Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin ortaq kabinəsində baş verir. Rüstəm bəy lüğət yazmaqla məşğuldur. Kənardan uşaq səsləri gəlir və o qışqırır ki, uşaqların səsi gəlməsin. Zəhrabəyim ana da gəlib Rüstəm bəyə söz demək istəyir. Anasına deyir ki, mən anamın məşğulam, sonra danışarıq. Rüstəm bəyin sərkarı Mirzə Həsən gəlir. Onlar birlikdə lüğət yazırlar. Lüğət yazmaqla məşğuldurlar. Belə ki, A hərfi haqqında yazırlar. Onların danışığından məlum olur ki, onlar Avropa, Asiya, Slavların, Qreklərin, Yunan, Yəhudi, Şərq tayfalarının dillərinə müraciət edirlər. Almaz sözünün üzərində işləyirlər. Bundan sonra isə qardaşları Mirzə Məhəmmədəli gəlir. Mirzə Məhəmmədəli gəlməmişdən əvvəl Zivər xanım gəlir. Zivər xanım Rüstəm bəyin həyat yoldaşıdır. Zivər xanım gəlib telefonla danışır və telefondan məlum olur ki, o Səlimə müəllimə ilə danışır və onlar Cəmiyyət-i Xeyriyyənin dəvətnaməsini paylamalıdırlar. Bundan sonra Mirzə Məhəmmədəli gəlir. Mirzə Məhəmmədəli onların danışığına qulaq verir və etiraz edir. Deyir ki, mənim fikrimcə siz sadəcə Rus və Avropa mənbələrinə müraciət edirsiniz. Siz ərəb və fars mənbələrinə də müraciət etməlisiniz. Elə gələk almaz sözünə. Deyirsiniz ki, almaz sözündən almazdan bərk bir şey yoxdur, amma mənim fikrimcə bu belə deyil. Almazdan bərk bu ardıcıllıqla qeyd edir. Daş, daşdan sonra dəmir, dəmirdən sonra od, oddan sonra su, bulud, yel, mələk, mələkül mövt və ölümdür.
Rüstəm bəy və Mirzə Həsən, Mirzə Məhəmmədəlinin bu sözlərini məsxərəyə qoyub gülürlər. Mirzə Məhəmmədəli də buna əsəbləşir. Daha sonra Səməd Vahid gəlir. Səməd Vahid qəribə bir söz deyir. Mirzə Məhəmmədəli onun da sözünə əsəbləşir ki, heç bilmirəm bu da nə danışır. Nəhayət Zəhra bəyim ana hər üç qardaşı bir yerdə tuta bilir. Üç qardaşın üçünü də bir yerdə tutub axır ki, ürəyindəki sözü qeyd edir. Deyir ki, bəs sizin bacınızı ərə vermək lazımdır. Və Rüstəm bəy deyir ki, mən əvvəl də qeyd etmişəm, indi də deyirəm ki, o müstəqil insandır. İcazə verin, özü kim istəyirsə getsin, amma mənim məsləhətimə qalarsa onu Aslan bəyə verək. Aslan bəy yurist dərs oxuyub və indi də mal həkimliyini oxuyur. Mirzə Məhəmmədəli buna etiraz edir və deyir ki, hansı Aslan bəyə verməyək, gəlin onu Mirzə Baxşəliyə verək. Mirzə Baxşəli buna da Səməd Vahid etiraz edir və deyir ki, müəllim Mirzə Baxşəliyə, mənə Mirzə Məhəmmədəli deyir ki, bəli, müəllim Mirzə Baxşəliyə, o həm müəllimdir, həm də Cəmiyyət-i Xeyriyyənin üzvüdür. Səməd Vahid deyir ki, mənim fikrimcə gəlin onu Hüseyn Şahidə verək. Hüseyn Şahid gənc ədiblərimizdəndir, həm də Cəmiyyət-i Xeyriyyənin üzvüdür. Üç qardaşın üçü də bir-birlərinin fikrinə etiraz edirlər, bir mətləbə gələ bilmirlər. Nəhayətində Rüstəm bəy deyir ki, gəlin bacımızın özünü çağıraq, onun öz fikrini soruşaq, görək o kimə getmək istəyir. Gülbahar gəlir və qeyd edir ki, o qardaşların dediyi insanların heç birini tanımır. Həm də hansınsa adını çəksə deyir ki, onlar mübahisə edəcəklər. Ona görə də o heç kimin adını çəkmir. Rüstəm bəy yenə məsləhət görür ki, sabah Cəmiyyət-i Xeyriyyənin tədbiridir. Bacım da orada iştirak etsin və onlar hər üçü o tədbirdə iştirak edəcəklər. Hansını desə ona da gedər. Bundan sonra Teymur bəy gəlir. Teymur bəy əlində dəftər gətirir. Zivər xanım və Rüstəm bəy həmin dəftəri imzalayırlar. Teymur bəy Zivər xanımın əlindən öpür və Zivər xanım da açıq-saçıq geyimdə gəlibdir. Bu isə Mirzə Məhəmmədəliyə xoş gəlmir. Və bundan sonra çobanlar gəlir. Çobanlar Qəmbər, Qurban, Zaman gəlirlər ki, bəs qoyunlara qotur düşüb, həm də qızdırmaları var. Deyir, qoturun öhdəsindən bir təhər özümüz gəlirik, nöyt basırıq, öhdəsindən gəlirik, yaraları sağalır, amma qızdırmanın öhdəsindən gələ bilmirik. Rüstəm bəy də deyir ki, sabah Cəmiyyət-i Xeyriyyədə Aslan bəy iştirak edəcək, gələrsiniz, ondan soruşarsınız, o sizin dərdinizə dərman deyər. Bundan sonra və Rüstəm bəy anası Zəhra bəyim anadan soruşur ki, bəs ana, mən lüğət yazıram. Lüğət də elə bir şeydir ki, orada nə qədər qəribə söz var ki, gərək onu ora yazasan. Gəl sən mənə bir qəribə söz denən. Ana da deyir ki, başına dönün bala, mən nə bilirəm ki, sənə nə də deyim. Mirzə Məhəmmədəli də buna etiraz edir. Deyir ki, anan nə bilir ki, sənə nəsə desin ki, sən məndən soruş. Belə ki, indi qadınlar açıq-saçıq geyimdə gəzirlər və kişilərlə bir yerdə gəzirlər. Rüstəm bəy bunu onun arvadına işarə elədiyini başa düşür və deyir ki, sən atanın yolu məndən əl çək. Bundan sonra Səməd Vahid deyir ki, qardaş, gəl məndən soruş. Mən sənə türk dilindən bir nümunə deyim, ora qeyd et. Deyir ki, nə deyəcəksən? Deyir, bəs Faustdan türk dilinə bir tərcümədən bir misra deyir və Rüstəm bəy buna heç nə anlamır. Deyir ki, ona nə etiraz etmir, nə əsəbləşmir. Sadəcə deyir ki, mən ondan özüm nə qanıram ki, nə də ora yazım. Beləliklə, birinci məclis sona yetir. İndi isə gələk ikinci məclisə. İkinci məclisimiz Cəmiyyət-i Xeyriyyənin tədbiri ilə başlayır və Cəmiyyət-i Xeyriyyəni Rüstəm bəy açıq elan edir, rusca açıq elan edir. Buna görə də millətpərəst Mirzə Zeynal buna etiraz edir və deyir ki, ana dilində danışmaq lazımdır. Mirzə Məhəmmədəli də Mirzə Zeynalın həmin fikrini dəstəkləyir. Zivər xanım isə buna etiraz edir və deyir ki, kim hansı dildə bilir, qoyun o dildə də danışsın. Rus dilində danışmağı qadağan etmək vəhşilikdir. Və nəhayətində Rüstəm bəy Teymur bəydən gündəlikdə duran məsələləri sadalamağı xahiş edir və Teymur bəy gündəlikdə duran məsələlər Teymur bəyin dilindən sadalanır. Birinci məsələ qeyd edir ki, il hesabatı, ikinci məsələ məktəb proqramı, üçüncü məsələ elmi ilahi dərslər, dördüncü isə acların ərzi halıdır. Birinci məsələ haqqında Rüstəm bəy özü danışır və qeyd edir ki, Cəmiyyət-i Xeyriyyənin fonduna yardımlar edildiyi üçün il ərzində mədaxillər və məxariclər olur. Buna görə də ilin sonunda biz hesabımızı dəqiq müəyyən edə bilmirik.
Aslan bəy isə nitq söyləyir və onun ardınca danışır və amma Rüstəm bəyin əksinə danışır. Deyir ki, bağışlayasınız, heç də belə deyil. Nə qədər mədaxil və məxariclərimiz olsa da ilin sonunda biz hesabımızı dəqiq müəyyən edə bilirik. Bundan sonra məktəb proqramı məsələsinə gəlinir. Rüstəm bəy məktəb proqramı haqqında qeyd edir ki, bəzi valideynlər şikayət ərizəsi yazıblar ki, ikinci sinifdə ədəbiyyat dərsi süst keçir. Ana dili bilmərrə nəzərdən salınıb. Bu məsələyə diqqət yetirilməsi xahiş olunur. Bu haqda Hüseyn Şahid nitq söyləməyə başlayır. Gülbahar yenə qapının ardından qulaq asır. Hüseyn Şahid nə danışır, heç nə anlamır. Gülbahar heç nə anlamır. Onun danışığında alınma sözlərdən, əlaqəsiz cümlələrdən istifadə olunur. Ona görə də Hüseyn Şahidin danışığını Gülbahar anlamır. Nəinki Gülbahar, heç kəs heç nə anlamır. Və üçüncü məsələ elmi ilahi dərslər olur. Yenə Rüstəm bəy qeyd edir ki, bir qrup atalar, uşaqların ataları şikayət ərizəsi gətiriblər ki, yazıblar ki, 4 aydır xüsuf dərsləri keçirilir. Bu azalmaqdan əksinə artıb, hələ indən belə 6 ayda davam edəcək. Mirzə Baxşəli buna etirazını bildirir, ayağa qalxır, deyir, xeyr, bu belə deyil, 4 ayda xüsuf dərsləri keçirilir, 6 ayda küsuf dərsləri keçiriləcək. Daha sonra Mirzə Məhəmmədəli danışmağa başlayır. Mirzə Məhəmmədəli də uzun-uzadı ərəb-fars sözlərindən istifadə edərək danışır. Yenə onun danışığına heç kəs heç nə anlamır. Tədbirdə iştirak edənlər etiraz edir ki, bu qədər uzun danışmağa ehtiyac yoxdur. Daha sonra acların ərzi halına gəlinir. Rüstəm bəy vərəqləri araşdırır və bir dənə ərizə əlinə alır. Ərizənin Məşədi Cəfər Mehdioğlu yazıb və qeyd edir ki, mən qoca və şikəst bir insanam, mənim 12 baş külfətim var, xahiş edirəm ki, mənə 5-10 manat köməklik göstərəsiniz, çörək pulu verəsiniz, sağlığınıza duaçı olarıq. Teymur bəy qeyd edir ki, bəs Cəmiyyət Xeyriyyənin sandığında olan pulları fonda vermək məsələsi ortaya qoyulub. Ona görə də acıların ərizəsinə baxa bilməyəcəyik. Rüstəm bəy də deyir ki, keçən dəfə də bu qalıb, indi də keçən dəfə olduğu kimi yenə gələn dəfəyə qalsın. O acıların ərizəsi məsələsi gələn Cəmiyyət Xeyriyyədə gündəliyə qoyular. Buna görə də acılar ağlamağa başlayır və Zivər xanımın bu acılara yazığı gəlir və cibindən bir gümüş pul çıxarıb Məşədi Cəfərə verir. Çobanlar gəlir, qəmbər, qurban, zaman və onlar bağlamasından yağ pendir çıxardırlar, çörəyin üstünə yağ yaxıb acılara verirlər. Onlar da onlara dua edirlər. Beləliklə, ikinci məclis də yenə sona yetir. Keçək üçüncü məclisimizə. İndi isə gələk üçüncü məclisimizə. Üçüncü məclisin əvvəlində Gülbahar çobanlarla söhbət edir və Qəmbər deyir ki, bizim qoyunların dərdinə çarə tapan olmadı. Gülbahar deyir ki, Rüstəm qardaşımdan soruş və əvvəlcə deyir ki, bir danış görək, çobanlıq necə sənətdir. Qəmbər deyir ki, çobanlıq çox gözəl sənətdir, amma dərdi olmaya, qoyunlardan hansısa biri ölərsə və bu külfətdən bir adam ölüb, lap ağlayırıq da. Bu zaman Rüstəm bəy gəlir. Rüstəm bəy deyir ki, sizin burada nə işiniz var? Həkim, mal həkimi Karvansaranın yanındadır, bazarın başında Karvansaranın yanındadır. Gedin soruşa tapın, burada nə gəzirsiniz? Çobanları qovur. Daha sonra Mirzə Məhəmmədəli gəlir. Mirzə Məhəmmədəli yanında bir hamballa gəlib kitablarını yığışdırmaqla məşğul olur. Zəhra bəyim ona bunu görüb, ona mane olmağa çalışır. Onun ardınca Səməd Vahid gəlir. O da yanında bir hamballa gəlir və kitablarını yığışdırmaqla məşğuldur. Zəhra bəyim ana özünə ölüm arzulaya yan otağa keçir. Bir neçə dəqiqə sonra Senzor Mirzə Cəfər yanında bir neçə nəfər polis nəfəri ilə içəri daxil olur və qardaşların üçü də bir yerə yığılır və qeyd edir ki, heç ola tərpənməyin, bəs sizdən bir sıra bədxahlar bizə xəbər gətiriblər ki, siz birləşib müstəqil Azərbaycan dövləti yaratmaq istəyirsiniz. Biz burada araşdırma aparacağıq, sizin kitablarınızı araşdırmalıyıq. Qardaşlar etiraz etmirlər və birinci Rüstəm bəyin kitablarını axtarırlar, araşdırırlar və Rusca, Slavyanca kitablardan başqa, lüğətlərdən başqa heç bir şey rast gəlmirlər. Soruşur ki, bundan başqa kitabınız var? Deyir, yox, elə olan budur. İkinci Mirzə Məhəmmədəlinin kitabları araşdırılır. Xüsuf dərslərindən başqa heç bir şey tapılmır. Bundan da soruşur ki, bundan başqa kitablarınız var? Deyir, xeyr.
Səməd Vahidin iki qardaşdan tapa bilməyəndən sonra heç bir şey Səməd Vahidə deyir ki, yəqin ki, səndən bir şey çıxacaq. Və Səməd Vahidin kitablarını axtarır və şeirdən, məfail, müfaildən başqa heç bir şey tapılmır. Və deyir ki, mən sizin haqqınızda, Senzor Mirzə Cəfər qardaşlara deyir ki, mən sizin haqqınızda tamam başqa fikirdə idim, indi isə tamam başqa fikirdəyəm. Sizin heç bir dövlət əleyhinə heç bir zərəriniz yoxdur və deyib gedirlər. Ondan sonra Rüstəm bəy öz-özünə gülür və qeyd edir ki, qahqah çəkib gülür və qeyd edir ki, afərin, mərhaba Əbdüləzim kişinin övladlarına. Belə deyəcəklər ki, mərhaba Əbdüləzim kişinin övladlarına. Biri xüsuf dərsləri deyir, biri məfailin, failin yazır, biri də mən heç özüm də bilmirəm ki, nə işlə məşğulam. Ondan sonra onlar dalaşırlar, bir-birlərinə biədəb sözlər deyirlər. Anaları gəlir, onları sakitləşdirməyə çalışır. Analarına da sən də cəhənnəm ol başımızdan deyib analarını itələyirlər və analar da huşsuz halda yerə yıxılır. Və beləliklə 3-cü məclis də sona yetir. Gələk sonuncu məclisimiz 4-cü məclisə. İndi isə gələk nəhayət 4-cü məclisimizə. 4-cü məclisdə Zəhrabəyim ana azarlı halda yatır və Rüstəm bəy ona yaxınlaşır, anasından üzr istəyir və deyir ki, ana, nə qədər ki bizim bu kitablarımız var, biz bu kitablara etiqad edirik, bizim mehribançılığımız olmayacaq, bizim sözümüz bir yerə gəlməyəcək. Rüstəm bəydən sonra Mirzə Məhəmmədəli gəlir, o da anasından üzr istəyir, həmin sözləri, həmin məzmunlu sözləri Mirzə Məhəmmədəli də deyir. Ardınca Səməd Vahid də gəlir, hər üçü məclisin sonunda analarından üzr istəyir və təqsirkarın kitablar olduğunu qeyd edirlər. Birazdan ana başını qaldırır, görür ki, otaqda heç kəs yoxdur. Gülbaharı çağırır, deyir ki, bunlar hara getdilər? Gülbahar deyir, mən bilmirəm. Qardaşlarının arxasınca gedir və onları çağırmağa çalışır, qardaşları gəlmirlər. Daha sonra isə Gülbahar gedir, Qəmbəri çağırır. Deyir ki, sən Allah gəl anamın yanında danış, anama qoyunlar haqqında danış, anam eşitsin. Qəmbər başlayır danışmağa, deyir, dəxi sizə nə danışım? Bir dəfə Zaman, Qurban və mən qoyunlarımızı Qızlar bulağına aparırdıq. Və bu zaman dedi ki, mən tütək çalacağam və gedən qoyunlar dayanıb sonra geri qayıdacaqlar. And içdi ki, və belə də oldu, qoyunlar gedərkən Zaman tütək çalır və qoyunlar dayanır və sonra geri qayıdırlar. Bundan sonra Mirzə Məhəmmədəlinin hambalı içəri daxil olur. Gülbahar əli ilə işarə edir ki, çölə çıxsın. Zəhrabəyim ananı qolundan tutub içəri otağa aparır və Qəmbərdən kömək istəyir. Deyir ki, mənə kömək edə bilərsənmi? Qəmbər də bununla razılaşır. Bu zaman Rüstəm bəy gəlir, Qəmbəri burada görür və onları qovur. Gülbahar biraz fikirləşir, ikinci hambal da gəlir. Gülbahar onun da çölə çıxacağını deyir, çıxmağını istəyir. Hamballar çöldə gözləyirlər və nəticədə Gülbahar qardaşlar birinci Rüstəm bəyin kitablarını götürür. Daha sonra Mirzə Məhəmmədəlinin, sonra Səməd Vahidin kitablarını cıra-cıra tullayır evin ortasına. Sonra qucaqlayıb pəncərədən tullayır çölə və gedib bir kibrit, biraz da neft gətirib üzərinə tökür və kitabları yandırır. Bu zaman hər kəs, qardaşlar, Zibər xanım, hər kəs hövlaq içəri daxil olurlar və Gülbahar oturub dizlərini qucaqlayıb eləcə baxır. Sonra sonuncu kitabı çıxardır və deyir ki, bircə kitab qaldı, bu da anamın kitabı. Rəhmətlik atamın öz əlləri ilə yazdığı kitab və başlayır yavaşca kitabı oxumağa. Kitabda qardaşların, övladların 4-ünün də anadan olması, ay, gün, il, tarix, saat hamısı qeyd olunub. Sonda isə deyir ki, yer, göy, ay, ulduzlar hamısı günəşin hissəcikləridir. Onlar günəşdən ayrılıblar və nə qədər göyləri seyr edib gəzsələr də, sonda yenə günəşin ətrafında fırlanmalıdırlar, toplanmalıdırlar. Mən etiqad edirəm ki, mənim övladlarım da elədir. Onlar hamısı Zəhrabəyim anadan nə qədər dünyanı, ölkələri gəzsələr də, sonda gəlib Zəhrabəyim ananın ətrafında toplaşmalıdırlar. Vay o hala ki, bu təbiətin bu qanunu pozan ola. Nə qədər ki, nəfəs alır, o qədər peşman olacaq. Və bu halda Zəhrabəyim Gülbaharın nitqi qurtaran kimi Zəhrabəyim ana
oturduğu yerdə huşunu itirir və ölür. Sonda Mirzə Məhəmmədəli Zəhrabəyim ananın üzərində Quran oxumaqla əsər bitir.